Mən Cəfərli İlqar İlkinoğlu Xətai rayonu 24 nömrəli məktəbin 10-cu sinifinin şagirdiyəm. Bu zirehli transportörün modelidir. Burada deməli arxa təkər işləyən aparıcı təkər tırtıldandır. Qabaq təkər isə adi təkərdir. Deməli bu raması yığılıb Lego Midstorms konstruktorundan. Bu baş blokdur, buradan idarə olunur. Proqram yazılır kompüterdə Lego Midstorms'ın müvafiq proqramı ilə və keçirilir bura USB vasitəsilə. Buradan mən lazımlı proqramı seçib işə salıram. Burada 2 dənə motor var. Birinci motor təkəri fırladır, güclü motordur. İkinci motor isə bu təkəri sağa sola döndərir. Bu daha zəif motordur, nəinki bu. Üstü kardondur. Burada printerdə çap olmuş kamuflajı yapışdırmışam üstünə. Bu adi kardondur. Bu məsafə sensorudur. Yəni məsafəni ölçür. Məsələn, hansısa bir divar, yaxud hansısa bir maneəni görəndə ya dayanır. Əgər çox maneə çox yaxınsa, əgər maneə ilə arasında hansısa bir məsafə varsa, böyük məsafə, onda dönür və o maneədən uzaqlaşır. Qabağında da adi işıqdır. Yəni dekorasiya üçün. İndi isə mən bu modelin sizə hərəkətlərini nümayiş etdirəcəm.